bir qul olur, illər boyu Allaha asilik eləyir. Bir gecə Allah Subhanahu taalaya yalvarır. Deyir, ey Rəbbim, mən nə qədər günah etdim. Amma bu günahlarımın təsirini özümdə görmürəm. Günahların izin görmürəm özümdə. Mənə bir təsir eləmir. Və ona cavab verirək, deyir ki, ey qulum, mən səni mənə yalvarmaqdan məhrum etməyim bu bir günahlarımın təsiri deyilmi? İllərlə günah etmisən, amma hindi yadına düşüb Allaha yalvarmaq. İllərlə Allaha yalvarmaqdan, Allaha ağız açmaqdan, Allaha dua etməkdən məhrum olmağın bu məhrumiyyət deyilmi? Əlbəttə ki, böyük məhrumiyyətdir. İnsan Rəbbi ilə danışmaqdan ləzzət almalıdır. Bizim bu Rəbbimizə yalvarmaqdan ləzzət almağımızı itirməyimiz böyük bir məhrumiyyətdir, böyük bir cəzadır. Eləcə də itaətlərin şirinliyini əldə etməməyimiz bu da böyük bir məhrumiyyətdir. Çünki dünyada olan itaətlərin o şirinliyi, ləzzəti, o imanın şirinliyi, o qula dünyada verilmiş, tezləşdirilmiş mükafatıdır. Buna görə də bizə Ramazandan qabaq tövbəmizi təzələmək, tövbə etmək vacib olur. Nə üçün Ramazandan qabaq tövbə etməliyik? Çünki qəlblərimiz sərtləşib, ürəklərimiz daşlaşıb, sanki bir daş parçasıdır.